Oh my god, Azərbaycan. Görsən. Beautiful country. Ayak sen bambulluq eləmə, gəl bura, gəl bura. Mama uşağı, bura yer, turist gəlir. Gəl görün bura. Sən öl, bəxtin gətirib şöşü tapşırıb ha səni, yoxsa beynim çölür. Baxat, eşitsən, indi bundan da qəşək yerlərə aparacağım, səni qalx. Qutarmır, qalx qutarmır, başa düşür. Gəl, bambulluq eləmə, gəl. Do you speak English? Niyə ingilis dilində danışmalıyam, Niyə bilmirəm? Bilirəm, amma danışmıram da, başa düşür nətəri. Xeyr ol, mən gedirəm bu ingilislərdə deyirəm I like to move it, nə bilim. Mən deyirəm ki I love you, beautiful, pizza, lahmacun. Sən xeyr ol, bura gəlib bana deyəmirsən ki nətərsən, nağarsan, neyinirsən, Xeyr ol, ona görə danışmıram. I don't Azərbaycan. Gözümün ikisi aydın, öyrən, nətər öyrənmirsən? Nətər ol, bizim uşaqlar aparıb qoruq İngilis dili müəlliminin yanına, ayda pul veririk, İngilis dilini öyrənirik. Sən bura gəlirsən, dılğır gədə, bir dənə Azərbaycan dilini öyrənmirsən, Ala bu lüğəti, adlarını sonra alnının ortasından qoyaram, bəxtin gətirib şöş tapdır. Otur, Azərbaycan dilini öyrən. Əsas şeydir. Bambılıq eləmə qoyacam insan. Öyrən Azərbaycan dilində, mən əslində işləyirsən, İngilis dilində təmiz bilirlər. Biliyəm, amma deməyəm də, basit bölgəsən. Ona görə artıq əsasında danışır. Xeyli gedib gəzmişik Balakəndə, Zaqatalanın yeri var bu vətəndə. Taxşaki Qəbələ düşür yadıma, istirahət edə gəzək deyəndə. İsmayıllı da qəti tam başqadır. Hər şey başa düşdüm şöşü. Deməli hər şey qaydasındadır. Sən bana prosta bir şey de görüm. Bax, gələn turistlər. Bəli. Bizdən razıdırlar, narazıdırlar. Çox xahiş edirəm bu xarici xalqın balaları haqqında mənə məlumat ver. Çünki mən Şit Turizm şirkətinin bir rəhbəri kimi mən bilməliyəm ki, bizim şirkətimizin bax o turistləri nətər istirahət edirlər, necə dincəlirlər. Məlumat ver şöşü zəhmət olmaz. Hər şey çox gözəl gedir, narahat olma. Turistlərin özlərindən soruşmuşam. Qalxın, harada gəzməli yerini istəyirlərsə oranı da təşkil eləmişəm onlara. Meşə voleybolu təşkil eləmişəm. Axşam voleybol oynayacaqlar. Ondan sonra putulka fırlatmaq, soyunmaqdan ondan təşkil eləmişəm. Axşam tərəfi də çayla 5 daş domino, səhərə kimi çaraq. Şöşü bəs yığışdır da, bu dominonu yığışdır, biz danışdıq axı. Keçən dəfə ərəblər gəlib gedəndən sonra şöşü, yadında dör başımıza nə oyun gəlmişdi. Çizdirmişsən bu ərəbləri, piyan eləmişsən, oturub